Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahına zərbə endirib. Pantsir S1-i məhv edib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib. Onun sözlərinə görə əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin A xüsusi əməliyyatlar mərkəzinin döyüşçüləri həyata keçirib. Nəticədə 100-ə yaxın Rusiya hərbiçisi həlak olub və yaralanıb. Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini də diqqətə çatdırıb. O, bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb. Zelenski qeyd edib ki, Ukrayna Çernigov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır. O vurğulayıb ki, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür. Ukrayna prezidenti həmçinin ABŞ ilə yaxşı təmasların olduğunu və yaxın həftələrdə üç tərəfli danışıqlar formatına qayıtmağa ümid etdiklərini bildirib. Bu dəfə Avropa tərəfinin də prosesə cəlb olunması gözlənilir, deyən Zelenski əlavə edib ki, Ukrayna komandası həm təhlükəsizlik sahəsində əməkdaşlıq, həm də Rusiya ilə diplomatik məsələlər üzrə ABŞ tərəfi ilə fəal əlaqə saxlayır.